Gəlin ən çox çətinlik çəkilən məqamlardan biri olan qabaqlaşmaq, ayaqlaşmaq və qarşılaşmaq sözlərinin tərkibinə görə təhlilinə baxaq. Adətən şagirdlərimiz qabaqlaşmaq sözünü bu formada, ayaqlaşmaq sözünü bu formada və qarşılaşmaq sözünü də bu formada təhlil edir. Amma biz bilirik ki, bu sözlərin tərkibinə görə təhlili tamamilə yanlışdır. Düzgün forması bu formada olmalıdır. Nə üçün? Çünki qabaqlaşmaq sözünün kökü qabaq, laş şəkilçisi bütöv götürülür. Nə üçün ayrı götürülmür? Çünki qabaqlamaq kiməsə üstün gəlmək deməkdir. Amma qabaqlaşmaq kiminləsə qabaq-qabağa gəlmək deməkdir. Və biz də bilirik ki, şəkilçilər arasında az da olsa məna yaxınlığı olmalıdır, məna bağlılıq olmalıdır. Bunun üçün qabaqlaşmaq sözündə laş bütöv leksik şəkilçi götürülür, maq da qrammatik şəkilçi olduğu üçün qrammatik formada təsvir olunub. Demək, gəldik ikinci ayaqlaşmaq sözünə. Ayaqlaşmaq sözünü adətən şagirdlər deyir ki, ayaqla sözü də var, ayaqlaş sözü də var. Amma unutmaq olmaz ki, ayaqlaşmaq sözündə ayaqla kiminsə ayağını ayaqlamaqdan söhbət gedir. Amma ayaqlaş kiminləsə uyğunlaşmaq mənasındadır və ayaqla ilə ayaqlaş arasında məna bağlılığı yoxdur. Bunun üçün laş şəkilçisi burada bütöv leksik şəkilçisi kimi götürüldü, maq da qrammatik şəkilçisidir. Qarşılaşmaq sözünü şagirdlərimiz qarşılaş şəklində də götürür. Amma bu da yanlışdır. Nə üçün yanlışdır? Çünki qarşılaşmaq zamanı kimsə qarşılayır. Qarşıla, get onu qarşıla, nə et qarşıla. Kimsə qarşılayan zaman onunla qarşılaşırsan. Bu zamanda yeni bir məna yarandı və demək, laş şəkilçisi də burada parçalandı. La və ş formasında leksik şəkilçisi olaraq təhlil edildi. Maq da yenə qrammatik şəkilçimizdir. Ümid edirəm ki, bu paylaşımımız sizin üçün faydalı oldu. Əgər bu paylaşımların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın.